Salam hörmətli izləyicilərim. Bugün sizə belə iki rəngdən toxunan bir naxışın toxunmasını istəyirəm göstərim. Bunun üçün də belə 2-2 yığırıq ilməkləri. Birini də artıq götürürük. Artıranda da 2-2 artırırıq. Milimin sapımdakı 100 qramlıq 350 metrlik sapdır. Rezinkanı da bu formada toxumuşam, bir tərs bir düz. Kim necə istəyir, hələ də toxuya bilər. Bunun üçün indi mən qısa formada yığacağım milimin üstünə ilməkləri. Belə bir sapımı götürürəm, qısa formada yığıram milimin üstünə. İki, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17 ilmek yığdım elimin üstüne, bəs eləyir. Artığı da kəsirəm. Ama burada rezinka toxuyan deyiləm. Birinci sıra olduğuna göre birinci ilməyi də toxuyuram belə. Qalan ilməkləri hamısını tərs toxuyuram. Axıra qədər hamısını tərs toxudum. Kənarı da yenə tərs toxudum. Tərs üzdən də yenə bütün ilməkləri tərs toxuyuram. Kənarı da yenə tərs toxudum. İndi düz üzdən bir sıra düz toxuyuram. Kənarı götürdüm. Bir sıra düz toxuyuram. Kənarı da tərs toxudum. İndi tərs üzdən kənarı götürürəm. Bir tərs toxuyuram. Bir artırma eləyirəm, yenə bir tərs. Bir artırma, bir tərs. Axıra qədər bu formada toxuyuram. Bir artırma, bir tərs. Kənarı da tərs toxudum.
İndi buradan düz üzüdür. Düz üzdən kənarı götürürəm. Bir tərs toxudum. Sonra bu ilmənin, düz ilmənin hər tərəfində bir artırma var. O ilməkləri üçünü bir yerdə götürüb, üçündən bir ilmək çıxardıram. Yəni əvvəlki sayına gətirirəm. Yenə bir tərs, yenə bu üç ilmənin üçündən bir ilmək çıxardım. Artırdıqlarımla o ortadakı ilməyi. Belə ortada bir ilmək var, hər tərəfində bir artırma var. Bunları üçünü bir yerdə belə götürdüm. Yenə bir tərs. Üç ilməkdən birini çıxardım, bir tərs. Yenə üç ilməkdən birini çıxardım, bir ilmək tərs toxudum. Burada da üçdən birini çıxardım, bir ilməyi tərs toxudum, kənarı da tərs toxudum. İndi tərs üzdən buradan bir tərsi toxuyuram. Bunu düz toxuyuram. Bunu bu üç ilməkdən birini eləmişik. Bunu toxumadan götürürəm. Sonra yenə bir düz. Yenə bu ilməni toxumuram, götürürəm. Yenə bir düz. Kənarı da tərs toxudum. İndi bura düz üzündən kənar ilməni götürdüm. Bir tərs toxuyuram. Bu toxumadığım ilməni yenə toxumadan götürürəm. Sapı o birisi tərəfdə saxlayıram. Yenə bir tərs toxudum. Bunu yenə toxumadım, götürdüm. Bunu tərs toxudum. Bunu götürdüm. Tərs toxudum. Bu toxudmadığım ilməni yenə toxumadan götürürəm. Sapı o birisi üzdə qalır. Arxa tərəfdə. Kənarı da yenə tərs toxudum. İndi bu üzdən hamısını tərs toxuyuram. Tərs üzdən ilməkləri hamısını tərs toxudum. İndi burada iki rəng olduğuna görə bu ikinci rəng sapımı da bura bağlayıram.
Birinci ilməni toxuyuram rəng dəyişdiyinə görə. Buradan bir sıra düz toxuyuram hamısını. İndi ters üzdən yenə birinci kənar ilməyi götürürəm. Bir ilmək ters toxuyuram. Bir artırıram. Yenə biri artırma, birini toxuyuram. Birini artırıram, birini toxuyuram. Bu yüzden yenə götürdüm. Yenə də bu 3 ilməkdən bir ilmək çıxardıram. Birini toxuyuram. 3 ilməkdən birini çıxardıram. Şöyle bir elədim, yenə bunu toxudum, kənarı da tərs toxudum formada. İndi bu yüzden yenə kənardakini götürürəm, tərsi toxuyuram. Bu ilməni hansı ki 3 dənədən bir eləmişdik, bunu götürürəm, toxumuram. Yenə bir tərs toxuyuram. Bu artırdığım 3'dən 1 elədiyim ilməkləri toxumuram. Sap da o tərəfdə qalır. Belə formada. Toxudum, kənarda tərs toxudum formada. İndi bu yüzden yenə kənarı götürürəm. Birinci ilməni tərs toxudum. Hansı ki toxumamışdım, onu yenə toxumuram. Sap o süzdə qalır. Yanındakini toxuyuram. Bunun yenə o üzdə qalır. Tərsi toxuyuram. Hansı ki toxumamışdı, onları yenə toxumuruq. Sap arxa üzdə qalır. Kənarı da tərs toxudum. İndi tərs üzdən yenə bütün ilməkləri hamısını tərs toxuyuram.
Kənarı da yenə tərs toxudum. Formada bir naxış alınır. İndi burada yenə bu sapı belə bir dəyişirik yenə sapı. Bir dəfə ondan, bir dəfə bundan. Formada belə bir naxış alınır. Sağ olun, gələn videomda görüşənə qədər.